Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlərə Naxçıvanda keçirilmiş sertifikasiya imtahanı ilə bağlı məlumatlar verəcəm. Hansı tipdə suallar düşüb? Mən sizə düşən suallarla bağlı izah təqdim edəcəm, hər birinizin məlumatınız olsun deyə. Bundan sonra imtahan verəcək hər bir kəsə də uğur arzu edirəm və imtahan verib uğur əldə edən müəllimləri isə təbrik edirəm. Allah hər birinizə gözəl nəticələr nəsib etsin inşallah. Bundan sonrakı lap müsahibə mərhələsində nəzərdə tutaq, elə hər birisində gözəl nəticələr əldə etmiş olarsınız. Gəlin birinci sualdan vaxt itirmədən başlayaq. Deməli, sualın biri belə olubdur. 1. Verilənlərdən biri sinifin idarə edilməsi strategiyalarına aid deyil. Gözləntilərin qoyulması, gəlin sualı biraz da böyüdək. Gözləntilərin qoyulması, bu bilirsiniz ki, aiddir. Sinif qaydaları aiddir. Prosedurların tətbiqi aiddir. Ümumiyyətlə, sinifin idarə edilməsində bunlar vacibi şəkildə var, öz əksini tapır. Sağlam psixoloji mühitin olması aiddir. Təlim nəticələrinin dərsin əvvəlində elan edilməsi, bu isə aid deyil. Yəni, sinifin idarə edilməsində təlim nəticəsi, yəni dərsin məqsədi, onun elan edilməsi qeyd olunmur. Sinifin idarə edilməsi gözləntilər, sinif qaydaları, prosedurlarla sinifin idarəsini nəzərdə tutur. Amma təlim nəticəsi planlaşdırmanın tərkib hissəsi sayılır. Burada cavab E variantıdır, aid olmayan cavab. Sual 2. Verilmiş düstura əsasən düzbucaqlı üçbucağın sahəsini tapın. Bloom taksonomiyasına əsasən mərhələni müəyyən edin. Ümumiyyətlə, variantlar içərisində tətbiq etmək mərhələsi olmayıb. Burada 2 dənə təhlil düşüb, üzrü sayın. Biri, deməli, yaratmaq mərhələsi olub, yaratmaq. Hə, amma tətbiq mərhələsi verilməyib variantlar daxilində. Verilsəydi belə yenə də bir problem yox idi. Çünki burada deyir, verilmiş düstura əsasən. Əgər hazır şəkildə düstur mənə verilibsə, o düsturdan istifadə edib problem həll edirəmsə, məsələ həll edirəmsə və ya hər hansı bir formul verilib, formula əsasən bir reaksiya aparıram, fərq etmir. Yəni, mənə hazır şəkildə o verilibsə, bu artıq anlamaq mərhələsi sayılır. Cavab A variantı. Sonra gəldik üçüncü suala. Bu üçüncü sual tam deyil. Çünki müəllimlərin yadında qismən qalıb və yadda qalan nədirsə, mən sizlərə onu təqdim edirəm. Yəni, özümdən çox da bəzəməyi sevmirəm. Yadda qalan nədirsə, bir-bir sizlərə təqdim edəcəm. Bullyingin müəyyən edilməsi ilə bağlı sual olubdur və sinifdən isə mübahisə halı olub. Sadəcə bullyingin tam müəyyən olunması orada tələb olunurmuş. Biz də bilirik ki, bullyingin müəyyən edilməsi yollarından biri də essinin yazılmasıdır. Variantlardan birində də belə bir strategiya olub. Sualın şərtində soruşulub ki, bu halı, bullying halını necə müəyyən edə bilərik, aşkara çıxara bilərik və ya dəqiqləşdirə bilərik? Bu tip bir şərt olub. Belə olduqda bilirsiniz ki, esse yazmaq gözəl metodlardan biridir. Esse yazaraq biz bunu üzə çıxara bilərik, yazdıraraq şagirdlərə. Amma buradakı essenin məqsədi şagirdlərdə yazı bacarıqlarını inkişaf etdirmək üçün deyil. Ha, yəqin ki, bunu bilirsiniz artıq. Bunu biz dərslərimizin izahında deyirik. Buradakı essenin məqsədi bullying halını üzə çıxarmaqdan ötürüdür. Sonra gəldik məktəb daxili qiymətləndirmədən sual düşüb. Müəllimlərin dediyinə görə diaqnostik qiymətləndirmə ilə bağlı sual olubdur. Məktəb daxilini yəni bilməlisiniz hər bir halda. Keçən dəfə, yəni dünənki imtahanda da summativ və formativlə bağlı suallar olub. Sonra konstruktiv rəy ilə bağlı olubdur ki, hansı variantda konstruktiv rəy yoxdur. Yəni konstruktiv rəy deyil variantlardan biri. Variantlardan birində belə bir ifadə işlədilib. Çox yaxşı işləmisən. Bundan da sonra nəsə bir əlavə fikrini sonlandırıb müəllim, amma burada artıq dayanır məsələ. Deyərsiniz müəllim niyə? Çox yaxşı işləmisən artıq şagirdə verilmiş ümumi rəydir. Yəni bu spesifik deyil. Biz deyirik ki, rəy spesifik olmalıdır. Yəni aydın, dəqiq, detallı olmalıdır. Mən şagirdə çox yaxşı işləmisən dedikdə, ona nə isə çatdırmadım artıq. Çox yaxşı dedikdə nəyi nəzərdə tuturam? Mən bunu açıqlamalıyam. Aydındırmı? Çox yaxşı işləmisən, bitdi. Bu artıq ümumi rəydir ki, davamı da olub ha bunun. Amma dediyim kimi, burada ümumi rəy olduğu üçün biz bunu davam etdirsək belə, axır o qədər də və müəllimlər onsuz da qeyd etmişdi mənə sonluğunu. Sadəcə dəqiq yadda qalmamışdı. Çox yaxşı işləmisən, üzərində məşq et, bu tip bir sonluq olubdur və burada şagirdə nə istiqamət verilir, nə də başqa nəsə. Sonra gəldik 6-cı suala. Sual belədir. Sinifin en və uzunluğunu ölçün və sahəsini hesablayın.
Tapşırıq inteqrasiyanın hansı növünü özündə əks etdirir? Belə bir sual olubdu. Sinifin sahəsini hesablamaq və ölçülərini almaq. Biz bilirik ki, eni uzunu ölçmək burada ölçmə məzmun xətti mənə lazım olacaq. Yəni santimetr, desimetr ölçü vahidlərini mən bilməliyəm. Eyni zamanda hesablamalıyam mən sahəni. Burada isə ədədlər və əməllər məzmun xətti mənə lazım olacaq. Və burada biz görürük ki, riyaziyyat fənninin daxilində baş vermiş bir inteqrasiya var. Ölçməklə ədəd və əməllərin əlaqəsi burada özünü göstərir və fəndaxili inteqrasiya deyirik biz buna. Hətta fəndaxili üfüqi kimi dəyərləndiririk. Yalnız fəndaxili inteqrasiya burada var. Fənlərarası fənüstü burada görünmür. Sonra, sonra sual yox imiş. Burada bitdi. Bundan sonraki imtahan mərhələlərində də müəllimlərdən aldığım sualları, dəqiqliyinə əmin olduğum sualları sizlərlə paylaşacağam inşallah. Çünki bəzən olur ki, müəllim çıxır, yadında yaxşı saxlaya bilmir də, indi həyəcanla bağlı normaldır. Natamam sualda paylaşmağın mənası yoxdur. Hansı sual ki, artıq dəqiqdir və müəllimlər bunu dəqiq yadında saxlayır və bir neçə nəfərdən mən bunu təsdiqləyirəm ki, bəli, belədir, sizə həmin sualları olduğu kimi təqdim etməyə çalışıram. Bundan sonraki izahların da davamını istəyirsinizsə, sizdən xahişim odur ki, videonu bəyənək, dəyərli rəylərimizi yazmağı unutmayaq. Çox sağ olun, minnətdarım.